Yenə də narahat olmayın. Mən bu mövzunun izahını bir dəfədə verəcəm. Yəni, bu sınaq dərsində qoşulmağımıza baxmayaraq, mən yenə də bu mövzunun izahını verəcəm. Bəlkə də ehtiyac olmayacaq sonraki izaha. Elə bir dəfə yazarsan müqeyyət etməli. Çünki natural ədədlər bölməsinin izahı, yəni YouTube-da yazım natural ədədlər şamil. Mənim bəlkə də bir 4-5 dənə açıq videom var natural ədədlərə aid. Bax, digitayzerim yaxşı yazmır. Bunu da dəyişmək məcburiyyətindəyəm. Aha. Deməli, natural ədədlər. Natural ədədlər haqqında mən geniş, yəni tam geniş şəkildə izah verəcəm. Yenə də deyirəm, siz suallarınızı verə bilərsiniz. Deməli, natural ədədlər bilirik ki, sayma zamanı istifadə etdiyimiz ədədlərdir. Natural ədədlər sonsuz saydadır. Yəni, birdən başlayaraq sonsuza qədər davam edir. Sonra natural ədədlər bir neçə xüsusiyyətinə görə bir neçə yerə bölünür. Məsələn, bir xüsusiyyətinə görə tək və cüt olur. Tək ədədlər, cüt ədədlər. Aha. Deyirik ki, tək ədədlər sonu 1, 3, 5, 7, 9-la bitən ədədlərə deyirik tək ədədlərdir. Sonu 0, 2, 4, 6, 8-lə bitən ədədlərə deyirik cüt ədədlərdir. Tək ədədin ümumiyyətlə ifadədə tək ədəd deyəndə müəllimlər, mən bunu da sizə deyim. Baxın, mən x yazıram. X yazanda x-i tək də seçə bilirəm, cüt də seçə bilirəm. Məsəl üçün, deyir ki, 3 ardıcıl tək natural ədədin cəmi 96-dır. Məsələn deyirəm də. 3 ardıcıl tək natural ədədin cəmi 96 deyəndə biri x olacaq, yəni seçdiyim x, növbəti tək ədəd deyirəmsə nə olur? X üstəgələk 2. Yəni, formuldan getməyin, 2n plus 1-dir, 2n plus 2-dir və yaxud 2n cüt ədədin formulu deyəsiniz, tək ədədin formulu 2n plus 1-dir. Belə bundan yazmayın, vaxt itirməyin, yəni, onu demək istəyirəm. Mən tək ədədi x seçirəmsə, n olsun. Növbəti tək ədəd n plus 2 olacaq və növbəti tək ədəd n plus 4 olacaq. Yəni, burada 2n minus 1, 2n plus 2, 2n plus neçə yazmayın, ha? Nə seçiriksə, onu yazın. Məsəl üçün, x-i mən tək ədəd seçdim, bunu cüt də seçdim eynidir, ha? Baxın, x-i cüt ədəd seçdim, növbəti üstünə gələcəyimi cüt ədəd, ardıcıl cüt ədəd deyirəmsə, x üstəgələk 2 olacaq, növbəti ardıcıl cüt deyirəmsə, x üstəgələk 4 olacaq. Yəni, tək ədədlər üçün də bu önəmlidir, cüt ədəd üçün də. Yəni, məna etibarı itmədir ki, ay müəllimlər, hə? Yəni, cüt ədəd üçün də mən eyni qaydanı tətbiq elədim, tək ədəd üçün də eyni qaydanı tətbiq elədim. Vallahi, məna etibarını itirmədi. Yəni, mən x-i tək ədəddə seçə bilirəm, cüt ədəddə seçə bilirəm. Növbəti tək ədəd x üstəgələk 2 olacaq, növbəti, ondan sonra növbəti ədəd x üstəgələk 4, x üstəgələk 6, yəni belə gedəcək. Cüt ədəd üçün də elədir. Baxın, x-i seçdim, cüt ədəd, sonraki cüt ədəd x-in üstünə 2 gəlsəm cüt verir yenə. Üstünə 4 gəlsəm yenə cüt verir, gördünüzmü? Yəni, mən 2n minus 1 ilə, 2n-dən yazmıram, x-lə yazıram. Belə yazanda, bunu x yazmayı, n yazmışam. Bunu x-lə yazanda misalımız, yəni asan da olur da. Hesablama tələb eləyəndə, hesablama olanda asan da olur. Yəni, biri var ki, ədədi 6-ya bölək, biri var 3-ə bölək. Hansı daha tez ola bilər? 3-ə bölsək də, elə deyilmi? Ona görə də x-i seçəndə, yəni tək ədəd, cüt ədəd fərqi yoxdur. Aha, deməli, bir şey də deyim, ədədlərin, məsəl üçün, təkliyinə, cütlüyünə deyir ki, sual verir, deyir, məsəl üçün, a
üstə gələk B, üstündə məsələn 7 ifadəsi x-in n-in bütün qiymətlərində məsəl üçün burada A üstü n yazaq, B üstü n yazaq. Misal üçün deyirəm də. Deyir, n-in bütün qiymətlərində bu ifadə cütdürmü? Və yaxud n-in bütün qiymətlərində bu ifadə təkdirmi? Bunu necə yoxlaya bilərik? Müəllimlər, baxın, mən sizə bir şey deyim. Ədədin özü təkdirsə, onun üstü 1 milyon olsun, yenə tək verir. Yəni, cüt vermir. Yəni, ədədin üstündə nə olur olsun, təkdirsə tək olur, cütdürsə cüt. Yəni, orada dərəcəyə həyatı boyu önəmsəməyin. Yəni, ədədin təkliyini cütlüyünü araşdırırsa, məsələn, baxın, 2 üstü 3-də, 2 üstü 70-də cütdür, yəni. Aydın oldu, nə demək istəyirəm? 3 üstü 5-də, 3 üstü 25-də təkdir yenə. Yəni, qüvvət üstünü yazıb sizin testləri sualda çətinləşdirə bilər sizin üçün. Yəni, tək və cütlüyü araşdırırsa, yəni bu üstə baxmayın. Həyatı boyu tək cütlüyü araşdırırsa, yəni o üç sizi, qüvvət üstü sizi qarıqdırmasın. Əsasa baxırıq tək və cütlüyü üçün. Yəni üstün qüvvətin nə olur olsun, yenə tək olacaq, yenə cüt olacaq. Yəni qüvvət üstü ədədin təkliyini, cütlüyünü dəyişdirmir. Bunu demək istəyirəm. Bura qədər kimin sualı varsa buyursun, yoxdursa davam edək. Sonra ədədlər bir xüsusiyyətinə görə də iki yerə bölünür. Sadə və mürəkkəb. Bax, görürsünüz, mən mövzuya lap sadə formadan yanaşıram. Fikir verirsiniz. Yəni, nə olsun ki, burada müəllimik, nəyik? Yəni, mən müəllim olaraq, bir repetitor müəllim olaraq mən bunu izah eləməyə borcluyam sizə. Yəni, bunu da geniş izah eləməyə də borcluyam. Niyə? Çünki qaranlıq hissələri mən istəyirəm ki, hər kəsə aydın olsun. Yenə də deyirəm, sualı olan müəllim buyursun dərsdə sualını versin. Sonra, yəni, gec ola bilər sual verməkdə. Yəni, dərsdən qutarandan sonra siz o sual yadınıza düşsə belə, mən onu görürsünüz, yəni canlı istəyirəm də, sizin canlı sual istəyirəm. Aha, dedik ədədlər bir xüsusiyyətinə görə sadə və mürəkkəb olur. Sadə ədədlər hansı ədədlərdir? Birə və özünə bölünə bilən ədədlər. Yəni, ədədin sadə ədəd olması üçün 2 bölən olmalıdır. Yəni, birə və özünə bölünmə ədəd birdən də söhbət gedə bilər. Amma bir sadə də deyil, mürəkkəb də deyil. Deyirik ki, bir nə sadədir, nə mürəkkəb ədəddir. Amma bir özünə də bölünür, birə də bölünür. Görürsünüzmü? Yəni, bir xüsusiyyəti pozur qaydanı. Amma belə deyək də, 2 böləni olan, 2 sadə böləni olan, ən az 2 sadə böləni varsa, 2 böləni varsa, bu ədəd sadə ədəddir. 2-dən çox böləni olursa, bu ədəd mürəkkəb ədəd olur. Məsələn, bax, 2 böləni olan ədədi deyim, 3. 3-ün bölənləri biri 1-dir, biri də 3-dür. 5-in böləni biri 1-dir, biri də 5-dir. 2-nin biri 1-dir, biri 2-dir. Ona görə bu ədədlər sadə ədədlərdir. Yəni, 2 dənə bölən var. Biri özü, biri də 1. Aha. Deməli, mürəkkəb ədədi isə 2-dən çox bölən olan ədədlər deyirik. Məsələn, baxın 4. Bax, 4-ün bölənləri hansılardır? 1-dir, 2-dir, bir də 4-ün özüdür. Gördünüz, 3 dənə bölən var. Ona görə 4 mürəkkəb ədəddir. Yəni, ədədin mürəkkəb ədəd olması üçün ən azı onun 3 dənə bölən olmalıdır. Yəni, 2 yox, 3 dənə bölən olmalıdır. Ən azı 3 dənə bölən olmalıdır ki, həmin ədəd mürəkkəb ədəd olsun. Aha, bu belə. Deməli, sadə ədədləri bildik, mürəkkəb ədədləri bildik. Deməli, gəlin, mən ümumiyyətlə ədədlərdə sadə bölən, yox, bunlara keçməmişdən qabaq, birinci ədədin bölünmə əlamətlərinə baxaq. Çünki bölünmə əlamətlərini bilək, ondan sonra ədədin sadə böləni, mürəkkəb böləni, natural böləni, cüt natural böləni haqqında danışaq. Birinci ədəddən bölünmə əlamətlərindən danışaq. Məsələn, bölünmə əlamətləri ən kiçik 2-yə bölünmə əlaməti var.
Bütün bölünmə əlamətlərini deyəcəm, narahat olmayın. Bizə lazım olan bütün bölünmə əlamətlərini deyəcəm. 2-yə bölünmə necədir? Deyirik ki, bütün cüt ədədlər 2-yə bölünür. Yəni, nə deməkdir bu? Sonu 0, 2, 4, 6, 8 ilə bitən bayaq dediyimiz cüt ədədlər hamısı 2-yə bölünür. 3-ə bölünmə deyirik ki, ədədin rəqəmlər cəmi 3-ə bölünürsə, həmin ədəd 3-ə bölünür. Yəni, ədədin 3-ə bölünməsi üçün onun rəqəmlər cəminə baxmalıyıq. Məsələn, 63. Baxın, rəqəmlər cəmi eləyir 9. Deməli, bu ədəd 3-ə bölünür. Məsələn, ədəd 213. Ədədin rəqəmlər cəmi 3-ə bölünür. Amma, deməli, 213 ədədin rəqəmlər cəmi neçə eləyir? 6. 3-ə bölünürmü? Bölünür. Deməli, 213 də 3-ə bölünəcək. Sonra 4-ə bölünmə. Deyirəm ki, ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd və ya ədədin sonu 2 sıfırla bitirsə, həmin ədəd 4-ə bölünməlidir. Yəni, mütləq ki, 4-ə bölünür. Məsələn, 116. Baxırıq ədədin son 2 rəqəminə. 4-ə bölünmək üçün, yəni ədədin nə böyüklüyü olur olsun, son 2 rəqəminə baxmaq lazımdır. 16 4-ə bölünürmü? Bölünür. Deməli, 116 da 4-ə bölünəcək. Və yaxud da 200. 200. Baxın, ədədin sonu 2 sıfırla bitib, mütləq ki, bu ədəd 4-ə bölünəcək. 5-ə bölünmə əlaməti. 5-ə bölünmə əlaməti sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. 6-ya bölünmə əlaməti. Deyirik ki, 3-ə bölünən bütün cüt ədədlər 6-ya bölünür. Və yaxud da 2-yə və 3-ə bölünən ədədlər 6-ya bölünür. Belə də deyə bilərik. Məsələn, 36. Baxırıq, ədəd sonu cütdür. Ədədin rəqəmlər cəmi 3-ə bölünür. Deməli, 36 6-ya bölünəcək mütləq. 7-yə bölünmə əlaməti. 7-yə bölünmə əlaməti kitablarda görməyə bilərsiniz. Amma mən sizə deyəcəm. Ədədin 7-yə bölünməsi üçün qayda. Məsələn, bax, bir dənə misal göstərirəm. Məsələn, 126. Digitizeri təzələyəcəm onsuz da. Məsələn, baxın, 126 ədədinin 7-yə bölünməsini yoxlamaq üçün, baxın, ədədin son rəqəmini 5-ə vururuq, üzərinə əvvəlki 2 rəqəmli ədədi gəlirik. Neçə eləyir? 30, 42. 7-yə bölünürmü? Bölünür. Deməli, 126 da 7-yə bölünəcək. Yəni, bu liboy bir ədəddə ödəyir. Yenə də deyirəm, 7-yə bölünmə əlaməti biraz fərqlidir də. Həm də, belə deyim, böyük ədədlərdə də ödəyirik, amma böyük ədədlərdə biraz tətbiq eləmək çətin olur. Ona görə 7-yə bölünmə əlaməti üçün tam dəqiq bir qayda deyimmi? Yəni, var, bir neçə qayda var. Sadəcə olaraq, ədəd böyüdükcə onu qaydasını tətbiq eləmək çətin məsələdir. Elə ədədin özünü 7-yə bölmək, onun bölünmə əlamətini yoxlamaqdan daha üstün olur. Ədəd böyüyəndə, ona görə deyirəm. Amma xırda ədədlərdə 7-yə bölünmə əlaməti, yəni bu qaydanı yoxlaya bilərsiniz. 8-ə bölünmə əlaməti. 8-ə bölünmə əlaməti, müəllimlər, 4-ə bölünməyə oxşuyur biraz. Yəni, xüsusiyyətcə oxşaya bilir. 4-ə bölünmədə qayda necə idi? Son 2 rəqəmə baxırdıq. Deyirdik, ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə. Burada da deyirik ki, ədədin son 3 rəqəminin əmələ gətirdiyi ədəd 8-ə bölünürsə və yaxud da ədədin sonu 3 sıfırla bitirsə, həmin ədəd 8-ə bölünür. Məsələn, 7160. Baxın, ədəd qorxunc görsənə bilir. 7 ilə başlayıb. Amma hara baxıram son 3 rəqəmə, 160-a. 160 8-ə bölünürmü müəllimlər? Bölünür. Deməli, 7160 da 8-ə bölünəcək. Və yaxud da ədədin sonu 3 sıfırla bitirsə, məsələn, 7000-in özü.
Şahin müəllim, üzr istəyirəm. O Bəli, 7-yə buyurun. bölmənin bir əlamətin deyə bilərəm. Buyurun, buyurun, deyin. E, Belə yadımda qalıb. 7-yə istənilən bir ədədi 7-yə bölmək üçün sağdan sola istiqamət götürürük. Sağdan sola doğru 1, 3, 2-yə vururuq ardıcıllıqla. 1, 3, 2, 1, 3, 2. Neçə rəqəmli ədəd olmağından asılı olmayaraq, sonra alınan hasilləri toplayırıq. Əgər alınan cəm 7-yə bölünürsə, deməli verilən ədəd də 7-yə bölünəcək. Aysa, Lalə mənim. Bax, o dediyiniz bir Bəli. üçüyə vurmaq, eləmək. Elə ədədin özünü 7-yə bölsək, valla ondan tez olur, inanırsınız. Yəni, bax, Bəli, bəli. ədədi 1, 3, 2-yə vurub, yəni tək yerdə duranlar deyirsiniz də, düzdürmü? Yox, yox, sağdan sola doğru. Sağdan Hə, sola 1, 3, 2. hə, Aysa, yəni onu vurub yoxlamaq mı rahatdır, yoxsa ədədi 7-yə bölmək? 7-yə bölmək. Görürsünüz, mən ona görə bəzi bölünmələri demirəm. Yəni 7-yə bölmək üçün mən ikisini, üçünü bilirəm hətta. Sadəcə, valla ən sadəsi bu axırıncı rəqəmi vurmaqdır. Ona görə mən bunu deyirəm. Yəni, yenə də deyirəm, elə ədədin özünü 7-yə bölsək, onu 7-yə bölünmə əlamətini yoxlamaqdan daha tez olur. İnanırsınız? Vaxtda daha çox qənaət olur. Allah haqqı vaxtda daha çox qənaət olunur. Aha. O 7-yə bölmək üçün sizə misalda düşməyəcək. Bu ədədin 7-yə bölünənini yoxlayın. Yəni düşməyəcək. Sadəcə mən bunu şagird qarşısına da çıxırsınız. Vəziyyətdən çıxış vəziyyətinə görə mən bunları sizə izah edirəm ən çox. Yenə də deyirəm, testdə düşə bilər, bəzi imaşəmlərdə salırlar. Yəni 7-yə bölmək üçün salırlar. Mən ona görə məcburam ki, bunu mən sizə deyəm qaydasını. 8-ə bölünmədə bilindimi? 9-a bölünmə. 9-a bölünmə. 9-a bölünmənin xüsusiyyəti 3-ə bölünməklə yenə oxşardır. 9-a bölünmədə, 3-ə bölünmədə necə idi? Ədədin rəqəmlər cəminə baxırıq. 9-a bölünmədə dedilədir. Deyirik ki, ədədin rəqəmlər cəmi 9-a bölünürsə, həmin ədəd 9-a bölünür. Məsələn, 729. Baxın, ədədin rəqəmlər cəmi 18 eləyir. 9-a bölünürmü? Bölünür. Deməli, 729 da 18-ə bölünəcək. Sonra 10-a bölünmə, ədədin son sıfıra bitməlidir. 11-ə bölünmə. 11-ə bölünmə. Bunu da mən necə izah edirəm sizə? Testlərdə var. Hətta olimpiyadaya belə bu tip suallar düşür bu bölünmə əlamətində 11-ə, 14-ə, 15-ə, 18-ə, 25-ə bölünmələr düşür. Hətta yəni bu kitablarda da rastınıza gələ bilər. 11-ə bölünmə necədir? 11-ə bölünmədə ədədin tək yerdə duran rəqəmlər cəmi ilə birinci qaydanı deyirəm, sonra tədbiq eləyəcəm. Cüt yerdə duran rəqəmlər cəmi bərabər olmalıdır. Baxın, ədədin tək yerdə duran rəqəmlər cəmi ilə cüt yerdə duran rəqəmlər cəmi bərabər olmalıdır. Bax, ən kiçik ədəd, məsəl üçün, 3 rəqəmli ədəd 121. Tək yerdə duran rəqəmlər nədir? 1 ilə 1, gördünüz, 2 elədir. Cüt yerdə duran nədir? 2. Böyük ədədlərdə də ödəyir, İstənilən rəqəmli ədəddə bu şərt ödəyir. Məsələn, bax, özümdən bir ədəd yazıram. 2, sonra 3, məsələn, 5, tək yerdə duran rəqəmlər cəmi neçə elədi? 7. Burada bir 4 yazım, cüt yerdə duran rəqəmlər cəmi də 7 eləsin. 2354 ədədi 11-ə bölünür mütləq. Niyə? Çünki ədədin tək yerdə duran rəqəmlər cəmi ilə cüt yerdə duran rəqəmlər cəmi bərabər olur. Baxın, 7, 7. Deməli, bu ədəd 11-ə bölünür. Yoxlaya bilərsiniz özünüzdə ədədin 11-ə bölünməsini. Sonra, bu 11-ə bölünməni hamı bilirdimi? Məsələn, bax, burada sual verirəm. Yəni, bu bəzən düşmür deyə bunun müəllimlərin marağında olmuyor. Müəllimlərin bəziləri bilməyə bilər. Amma mən bunu qaydanı dedim ki, 11-ə bölünmə də sizin üçün lazım ola bilər. Sonra ədədin 12-yə bölünməsi. Ədəd 12-yə bölünməsi üçün müəllimlər həmin ədəd 2-yə və 6-ya bölünməlidir və yaxud da 3-ə və 4-ə bölünməlidir. Yəni, həmin ədədin rəqəmlər cəminin
3-ə bölünməsi və yaxud da son 2 rəqəminin 4-ə bölünməsini yoxlamalıyıq. Aydındırmı? Sonra ədədin 13-ə lazım deyil, 14-ə də ehtiyac yoxdur, 15-ə bölünmə. 15-ə bölünmədə həmin ədəd 3-ə və 5-ə bölünməlidir. Yəni, ədədin son rəqəmi 5 və 0 ilə qurtarmalıdır və ədədin rəqəmlər cəmi 3-ə bölünməlidir. Sonra bizə lazım olan 18-ə bölünmə var. Ədəd 2-yə və 9-a bölünməlidir. Bir də müəllimlər 25-ə bölünmə bizə lazımdır. Ədədin 25-ə bölünməsi üçün son 2 rəqəmi 25-ə bölünməlidir ki, həmin ədəd 25-ə bölünsün. Məsələn, 375. Baxın, ədədin son 2 rəqəmi 25-ə bölünürmü? Bölünür. Deməli, həmin ədəd 25-ə bölünür. Mənə elə gəlir ki, bölünmə əlaməti bu qədər. Kimin sualı var, kimin sözü varsa buyursun, bir sualını versin. Buyura bilərsiniz bölünmə əlamətlərinə aid sualınızı verə bilərsiniz. Bu 12'ye bölünmə əlaməti oldu. Hansı? 12'ye bölünmə. 3-ə və 4-ə bölünməsi və yaxud da 2-yə və 6-ya bölünməlidir həmin ədəd. 2'ye və 6'ya düz gəlir. Bəli. Həmişə doğru olmur axı. Bəli. Niyə? Məsələn, birini deyin, yoxlayın. 18 2'ye də bölünür 6'ya da. Hə, düzdür. Yox, 18-də belə deyim də. 12'də yalnız 4 və 3'dür. Hə, yox, 2-yə 6-ya bölünəndə düz deyirsiniz. 18 də əslində 2-yə 6-ya bölünür. Doğru deyirsiniz. Bu, yəni bu biraz, 2-yə 6-ya bölünməni yoxlamırıq. Düz deyirsiniz. 3-ə 4-ə, düz deyirsiniz, ay müəllim. 3-ə 4-ə yoxlanmalıdır. Həmin ədəd 3-ə və 4-ə bölünməlidir ki, 12-yə bölünsün. Doğrudur. Sonra buyurun, kimin nə sualı varsa buyursun, versin. Mikrofonları bağlı saxlamayın, ay müəllimlər. Qətiyyən mikrofonu bağlı saxlamayın. Suallarınızı verin. Yoxdur ki sualınız. Hə? Axşamınız xeyir olsun Şamil müəllim və müəllimələr. Hər vaxtınız xeyir Fidan müəllim. Buyurun. Çox sağ olun bu dərs üçün minnətdarım. Yəni pulsuz, yəni qoşulduğumuz üçün təşəkkür edirəm. Xeyr müəllim, sualımız yoxdur. Çox gözəl izah edirsiniz. Təşəkkür edirəm. Siz də sağ olun dərsdə iştirak elədiyiniz üçün. Ümumiyyətlə bu sınaq dərsini mən təşkil eləmişəm ki, hər bir müəllim yararlana bilsin. Yəni ümumiyyətlə belə bir şey deyim də, dərsdə keyfiyyət olanda həmin o dərsə yəni maraq oyana bilir də, düzdürmü? Keyfiyyət olanda, keyfiyyəti də görmək lazımdır. Yəni vallahi belə deyim də, bəzən indi şikayət kimi demirəm və yaxud da ki, hər hansı bir kursla da ədabətim yoxdur. Ümumiyyətlə, bəzi kurslar var ki, dərs izahını video şəkildə atır qruplara, yəni canlı dərsi az bir şəkildə təşkil edir. Video şəkillə, videolarla, yəni müəllimlərin başlarını qatırlar. Mən bunun əleyhinəyəm, ay müəllimlər. Mən müəllim olaraq əleyhinəyəm. Özümü sizin yerinizə qoyuram əleyhinəyəm. Yəni, hazırlıq müəllimi kimi yox. Vallahi deyirəm, sizin yerinizdə olaraq mən əleyhinəyəm. Niyə? Məsəl üçün, mövzu izah eləyəndə hər hansı bir hissə müəllimə başa düşülməyə bilər. Qayıdıb o videoya sual verə bilmirsən. Düzdür? Dərs vaxtı da həmən müəllim test izah eləyəcək. Sizin sualınızı, necə deyim, yoza vaxt gəlib dərsin axırına çıxar. O sualı heç dərsdə də verə bilməyəcəksiniz o sualı müəllimə. Yəni, canlı dərsin izahı vaxtı sualınızı izah vaxtı verə bilirsiniz. Amma videoya sual verə bilməzsiniz. Verə bilirsiniz? Yox. Videoda kim cavab verə biləcək sizə? Heç kəs. Ona görə canlı dərs, bu ümumiyyətlə canlı dərsin sizə effekti odur ki, müəllim hər bir an sual verə bilir, o sualın cavabını da ala bilir. Amma yenə də deyirəm, şikayət kimi demirəm. Kurslar, sual, yəni ümumiyyətlə mövzunuz izah şəklində, video şəklində atır.
Yəni bu müəllimə şəxsən deyirəm yararlı bir şey deyil. Heç bir müəllim. Mən bir kurikulum müəllimi var idi. Bir vaxt mən onun dərsinə maraqlandım. Dedim ki, ay müəllim, bəs belə-belə dərsi izah eləyirsiniz. Nə gözəl. Yəni siz bu dərsin video izahını atırsınız. Amma canlı dərsdə siz suala imkan vermirsiniz, mən sizə sual verəm. Yəni gördüm ki, o müəllimin dərsində keyfiyyət yoxdur. Həyatı boyu müəllimin mən dərsinə qoşulmaram. Mən olaraq, yəni kurikulumdan dərsə qoşulmuşdum. Gördüm ki, məni qane eləmədi. Həqiqətən o müəllimin dərsinə qoşulmadım. Həmin müəllim nə dərsin kaydını mənə atırdı, yəni qrupa. Ümumiyyətlə, baxırdım ki, yarımçıqlıqlar çoxdur da. Ona görə çalışaq ki, yəni canlı dərsi, necə deyim, şey eləmək lazımdır, ona nə deyirlər, qiymətləndirmək, canlı dərsin effektini görmək lazımdır. Ona görə canlı dərsin həmişə çalışın mövzu izahlarında canlı dərsdə iştirak edin. İndi keçək ədədin bölənləri haqqında. Sadə bölən, mürəkkəb bölən, ümumiyyətlə bu, bizə dəqiqə qoy görüm, hansısa bir müəllim burada bir mesaj bildirib qoy görüm. Sevinç müəllimdir. Aha, deməli, İndi biz ədədin bölənləri haqqında danışaq. Sadə bölən, mürəkkəb bölən. Görün, xırdalığa gedəcəm. Görün, bölənlər haqqında nələri öyrənəcəyik. Yəni, həqiqətən də sizə asan gələ bilər o bölünmə hissəsi. Ümumiyyətlə, ədədin bölənləri hissəsi. Amma görəcəksiniz ki, çox mürəkkəb imiş. Çox mürəkkəb. Təsəvvür edirsiniz, çox mürəkkəb imiş. İndi baxaq. Ümumiyyətlə, ədədin bölənlərini, sadə böləni, mürəkkəb böləni, natura böləni tapmaq üçün həmin ədədi sadə bölənlərin qüvvət üstü şəklində göstərmək lazımdır. Baxın, ədədin, gör nə deyirəm, sadə bölənlərin qüvvət üstü şəkli. Bu nə deməkdir? Yəni, A üstündə N, B üstündə M, C üstündə K və s. Bu şəkildə göstərmək lazımdır ki, həmin ədədin biz sadə bölənini, natural bölənini, mürəkkəb bölənini ayırt edə bilək. Birinci, ədədin sadə böləni deyəndə sadə böləni. Ümumiyyətlə, ədədin sadə bölənlərin sayını tapanda əsaslara baxırıq. Yəni, o sadə ədədlərin qüvvət üstü şəklində dedim axı, A, B, C. Burada sadə ədədlərin qüvvət üstləri şəklində göstərdik. Sadə ədədlərin özləri hansılar idi? A, B, C, yəni əsaslar. Əsasların sayı sadə bölənlərin sayıdır. İndi mən bunu bir ədəd üzərində götürüm və hamısını izah eləyəcəm. Yəni, bir ədəd üzərində götürək, hamısını izah eləyək. Elə bir ədəd deyin, 2, 3, 5, 7 böləni olsun. Yəni, 7, 2, 3, 5 olsun. Ən azı 3 böləni olsun. Deyə bilərsiniz bir ədəd. Deyin, görüm. Bir ədəd deyin də, 2, 3, 5 böləni olsun içində. Müəllimlər, sualı sizə vermişəm. Elə bir ədəd deyin, içində 2, 3, 5 böləni olsun. Bir böyük ədəd deyin. Məsəl üçün, 3 rəqəmli. 300 götürüm. 250. 250-də 2 və 5 var. 3 böləni yoxdur. 256. Orada da ancaq 2 böləni var. 260. Orada da 2 bölən var. 13 və 2. Değerli. 300 götürün mü? 300. Gəlin 300 götürək. 2, 3 və 5 böləni var burada. Niyə bunun çox böləni olanı istəyirəm sizdən? Çünki ədədin sadə böləni sadə vurğunda mənə böyük ədəd üzərində izah eləmək daha xoş gələcək, sizə də xoş gələcək. 2 bölən üzərində iştirak edəndə siz bəzən çatmaya bilər nəsə bir şey.
Amma 3 bölən olanda hər şey aydın şəkildə olacaq. Niyə? Ona görə deyirəm ki, 3 dənə bölən olsun içində. 3 dənə sadə bölən olsun. Siz dediklərinizin içində 2 bölən var idi. Məsələn, 260-da 2 bölən var. 13 və 2. Məsələn, bayaq neçə dediniz? 256. Ancaq 2-dir böləni onun. 256. 2-nin qüvvətidir. 2 üstü neçədir? 256. 420. 2 üstü 8, hə? 420. Hə, 420, fərqi yoxdur. 200, 300 də götürdüm. Fərqi yoxdur. Yəni götürdüm 300-ü. Gəlin 300-ü sadə vurğularına ayıraq ay müəllimlər. Ayıraqmı? 2, sonra 150, 2, 75, 3, 25, 5, 5, 5, 1. Qüvvət üstü şəklində yazaq. 2 üstündə 2, 3 üstü 1, 5 üstü 2. Bu açılış nə oldu? Ədədin sadə bölənlərinin qüvvət üstü şəkli. Aydın oldu müəllimlər? Aha. İndi sadə bölənin sayı deyəndə əsasların sayı götürülür. Neçə dənədir ay müəllimlər? 3 dənə. Deməli, sadə bölən sayı neçə dənə oldu? 3 dənə. Bu ədəd üçün yazdım. Sadə bölən sayı. Müxtəliflə sadə bölən eyni olacaq. Hə. İndi sadə vuruq sayına keçək. Sadə vuruq. Bax, digitayzerin yaxşı işləmir. Fikir verirsiniz, ay müəllimlər. Mənim bu digitayzerim sadə vuruq sayı. Aha. Sadə vuruq sayı deyəndə qüvvət üstlərini toplamaq lazımdır. Yəni neçə olacaq? 5. 5. Bəli. Müxtəlif sadə vuruq deyəndə siz də qeyd eləyin bunların hamısını. Müxtəlif sadə vuruq deyəndə müəllimlər, müxtəlif sadə vuruqla sadə bölən eyni şeydir. Yəni, bu da bərabərdir sadə bölənə, qısa yazıram adlarını. Sadə bölən bərabərdir neçə olacaq? 3. 3. Deməli, 300 ədədinin müxtəlif sadə vuruqlarının sayı 3 imiş, sadə vuruqların sayı 5 imiş, sadə bölən sayı 3 imiş. Sonra, natural bölən. Qısa adlarla yazıram, ay müəllimlər. Siz açıqla yazın. Yer tutmasın deyə mən yazıram. Siz açıq yazın. Natural bölən sayı. Natural bölən necə tapılır, müəllimlər? Qüvvət üstlərinin üzərinə bir gəlməklə hasil tapılır. Yəni, neyniyəcəm? N üstə gələk 1, M üstə gələk 1, K üstə gələk 1. Yəni, 2 üstə gələk 1, 1 üstə gələk 1, 2 üstə gələk 1. Neçə eləyir? 3, 2, 3. 18. Evet. Aha. Deməli, 300 ədədinin müəllimlər 18 dənə natural böləni var. Bu natural böləni biz ədədin bölənlərini yazıb da göstərə bilərik. Amma biraz vaxt itiririk, düzdür? 300 ədədinin ümumiyyətlə natural bölənlərini tapanda 1-ə, 2-ə, 3-ə, məsəl üçün 4-ə, 5-ə, 6-ya belə yaza-yaza gedərik. Amma vaxt gedər də 18 dənə böləni yazmaq hara buradır? Hazır elə düsturla sayını tapa bilirikmi? 18 dənə tapdıq. Sonra tam böləni var, ay müəllimlər. Tam böləni. Tam böləni natural bölənin 2 mislinə bərabərdir. Yəni 2 vuraq natural bölən. Neçə eləyəcək? 36. 36. İndi deyəsiniz ki, müəllim, niyə 2-yə vuruldu? Baxın, ədədin bölənləri yazılanda
onun mənfi bölənləri də var. Məsəl üçün, ədədin böləni tutaq ki, 2-dir, mənfi 2-yə də bölünür. 3-dür, mənfi 3-ə də bölünür. 6-dır, mənfi 6-ya da bölünür. Aydın oldu? Ona görə niyə vurduq 2-yə? Tam bölənlərini tapanda onun mənfi bölənləri də var. Ümumi neçə dənə oldu? 36 dənə tam bölən oldu. Sonra ədədin müəllimlər, mürəkkəb böləni var. Mürəkkəb bölən. Necə tapılır mürəkkəb bölən? Necə tapılır? Ədədin natural bölənindən, baxın, natural bölənindən çıxıram sadə böləni və çıxıram 1-i. Niyə o 1-i çıxdım? Çünki hər bir ədədin bir dənə 1 böləni var. Bir nə sadə idi, nə də mürəkkəb bölən idi. Ona görə o 1-i çıxdıq. Bax, görürsünüz, qeyri-adi bir şey yazmıram, ha? Deməli, necə elədik mürəkkəb böləni tapmaq üçün? Natural böləndən çıxdıq sadə böləni və çıxdıq 1-i. İndi deyin görüm, 300 ədədinin neçə dənə mürəkkəb böləni var? Bax, görürsünüz, dəstək yoxsuz. 14 Atıb dənə. getmişsiniz ya da mikrofonu aça bilmişsiniz. Aktiv olun, ay müəllimlər. Burada olun, burada. Bax, aktiv olmazsanız o dərsi yaşaya bilməzsiniz, o dərsi öyrənə bilməzsiniz. Bax, görürsünüz, mən o qədər həvəslə izah edirəm ki, çünki o dərsə aid hər bir şeyi bilirəm ki, o dərsi mən sizə geniş izah edirəm. Neçə oldu? 18, 14. 3 çıx 1. çıxaq 3, Sadə bölənlər 3 dənədir də. Hə, 2, 3, 5. 14 dənə. Düzdür, müəllimlər? Bəli. Deməli, baxın, hər biri bunun vallahi test sualıdır. Test, testdə, imtahanda düşür. Bir sadə böləni tap, bir sadə vurğu tap, mürəkkəb böləni tap. Bir də müəllimlər, sadə olmayan bölən var. Sadə, bax sözlə yazın. Olmayan. İndi deyəsin müəllim, sadə olmayan bölən mürəkkəb bölən deyil. Yox, mürəkkəb bölən deyil. Sadə olmayan bölən. Aha. Sadə olmayan böləndə eləcə natural böləndən çıxıram sadə böləni. Qutardı. Yəni, neçə olacaq burada? 15 dənə. Aydın oldu, müəllimlər. Qutarmayıb. Ədədin, deməli, cüt natural böləni tapaq. Cüt, bax, sözlə yazın sizdən. Natural bölən. Müəllimlər, ədədin cüt natural bölənini tapmaq üçün deyin görün, bax, bir dənə sizə qarıxdırıcı sual verim. Cüt natural bölən olmaq üçün ədədin mütləq ki, hansı böləni olmalıdır? Hə? 2. 2, bəli, doğrudur, 2. Amma 2-nin qüvvəti üstündə cüt natural böləni tapanda. Yəni, natural böləndə həmişə üstünə 1 gəlmirik, yay müəllimlər. Cüt natural böləndə 2-nin qüvvətindəki özücə yazılır. Yəni, eləcə n. O birisilərin üzərinə 1-i gəlməklə yazacağıq amma. Bu n eləcə 2-nin qüvvətidir, ha? Yəni, oradakı A2 olmalıdır ancaq. Aydın oldu? İndi sual verə bilərsiniz ki, müəllim, elə bir ədəd varmı ki, onun cüt natural böləni olmasın? Var. İndi mən sizə sual verdim. Hə, Lalə müəllim, deyə bilərsiniz, elə bir ədəd deyin ki, həmin ədədin cüt natural böləni olmasın. Nə oldu? Yəqin ki, tərkibində 15, iki vurğu baxın, olmalı. ədəd 15, 3-dən 5-dir.
Onun cüt natural böləni varmı ki, ay müəllim? Hə, Lalə müəllim? Yox. Yoxdur, Düzdürmü? yox. Ay sağ ol. Deməli, hər bir ədədin cüt natural böləni olmur. Ancaq hansı ədədin cüt natural böləni olur? 2 böləni olan ədədin cüt natural böləni olur. Aydın oldu müəllimlər. İndi deyin görüm 300 ədədinin cüt natural bölənlərin sayı neçə olur? Bax, buradakı 2 n-dir. 2, vuraq 2, 1 üstə gələk 1, vuraq 3. 12? 12. Bəli. 12. Deməli, cüt natural bölən sayı neçə dənəymiş? 12. Bunlar bilirsiniz hansıdır cüt natural bölən. Baxın, 300 ədədini ayıranda onun içərisində 6 da var idi. Düzdürmü ay müəllimlər? Sonra, yəni cüt ədədlər, cüt olan bölənləri 12 dənədir. Aydın oldu? Tək natural böləni də tapmaq olur ədədin. Tək natural böləni. Tək natural bölən. Bura tək sözünü yazın. Tək natural bölən. İndi necə taparıq tək natural böləni? Hə? 15-in qüvvətlərinə baxırıq da. Yox, İkidən neyiniz başqa onun 5-in tək qüvvətlərini qüvvətləri tapar? götürürük. 2-dən başqa tək qüvvətləri natural bölənini tapırıq. Natural böləndən çıxırıq. Elə cüt natural Cüt böləni bölənlər qalır sayı. tək natural böləndə. Elə deyilmi? Bəli. Deməli, Aha. neynədim? Ümumi natural böləndən Çıxırıq cütü. çıxıram cütü. İndi sualı verəcəm, siz deyənə gələcəyik, narahat olmayın. İndi neçə dənə tək natural böləni var müəllimlər bunun? 24 dənə. Qoy. Yox. 6 üzr istəyirəm. Tam bölənə baxdım. Hə, 6. İndi bayaq necə dediniz? Tək natural böləndə necə dediniz? Natural böləndən çıxırıq. Cütü. Yox, o heç, o qaydanı heç, burada yazdığım heç. Başqa necə dediniz? Hansını deyirsiniz müəllim? 2-dən başqa təklərin natural bölənini tapırıq. Ay Hə, yaşa. Bax, buradakıların olan üzərinə bir gəlməklə hasili tapanda olur tək natural bölən. Aydın oldu müəllimlər? Maraqlıydımı? Aha. Deməli, ədədin cüt natural bölənində, tək natural bölənində tapa bildik. Elə deyilmi? Hə, müəllimlər? Deməli, Bəli. bura qədər, izah elədiyimə qədər kimin sualı var? Suallarınızı verə bilərsiniz, ay müəllimlər. Hər şey aydındır müəllim. Çox sağ ol. Aha. Deməli, bir dənə, indi gəlin buna aid mən sizə bir dənə sual verim. Hə? Olarmı? Biraz elə bil qeyri-adi bir sual verəcəm. Yəni, asan sual verməyəcəm. Bilənlər, indi dərsimdə olanlar bilənlərə həmən sualları vermişəm. Xahiş edirəm, onlar deməsin. Deməli, bax, sual belədir. A 2 rəqəmli natural ədəddir. Bax, eyni rəqəmli natural ədəddir. Bunun da kvadratı yazıram. Deyirəm ki, suala baxın. Deyirəm ki, bu ədədin ən çox neçə natural böləni olar? Baxın, görün, nə maraqlı sual vermişəm sizə. Ən çox neçə natural böləni olar? Ən çox. Yəni, ən az sayda da ola bilər, ən çox sayda da ola bilər. Mən ən çoxunu istəyirəm. Neçə ola bilər? Hesablayın görüm. Hamı hesablasın, hamı. Görün, hesablayıb tapa bilərsiniz. Necə tapacağıq, necə eləyəcəyik onu. Görüm, neçə nəfər qoçaq olacaqdır. Şamil Tapan- 9. Cavabı deməyin. Yox, 9 deyil. Yox, 9 9 deyil. Amma cavabı deməyin. Sadəcə, yəni mən indi hamı yazsın deyə deyirəm də. Hamı bir zəhmət hesablasın görək. Mən burada məqsədim kimisə sınamaq və yaxud da ki, nəysə. Sualı Yox, eləmək tərcümə deyil. edə bilərsiniz. Sualı təkrarlayın zəhmət olmasın. Sual belədir. Deyirəm ki, bu 2 rəqəmli ədədin ən çox neçə natural böləni var?
Evet hocam. Bu sual bilirsiniz hardadır? Deyim ünvanında. Hə? Ünvanını deyim mi bu sual hardadır? Bax, 2026 yox, 2025 güvəndə yox. Bu sual 2022-ci ilin şeydədir, MHM-indədir. Ya 2021-dir, ya 2022-dir. 2022 ya səhv eləmirəmsə 2021, 2022 MHM-ində bu sual var. Bax, bu sual var. Bunları ayrı-ayrılıqda hesablamalıyıq. Yəni 11, 22, 33 belə-belə. Yox, elə deyil, elə deyil. Ən Yəni çox bu deyirsən. Söyləndirir. Tapan oldu heç. Ən yüksək deyin görün, bax kim alıbsa desin də, görüm tapan olubmu yəni. Müəllimlər, burada yenə də deyirəm, sizi sınamaq məqsədim yoxdur. 15. Və isə qeyri-adi bir nəsə burada məqsədim yoxdur ha. Vallahi deyirəm. Hə? 3 vur 2 6 kvadrat 36. Yox, natural bölən. Yox, o qədər deyil. Müəllim, mən 15 tapmışam, 15. 15, o da deyil. Başqa kim nə tapıb desin, xahiş edirəm. Desin görüm. 11 a kvadrat. Yenə də deyirəm. Burada məqsəd kimisə sınamaq deyil. Sadəcə sualdır, yanaşma tərziniz fərqli ola bilər. Ən çoxu. Ən çox. Görürsünüz, maraq orasında da ha, Lalə müəllim, inanırsınızmı? Bu sualın ən maraqlı toçqası o ən çox sayda natural böləni almasıdır. 9. 6. Çoxdur, Dokuz. böyükdür biraz, böyük. 2 rəqəmli ədəddir. 81 olacaktı onda. Yox, 99-la götürüləndə. Adıra gedirik cavab çıxmır. Ya, cavab müəllimlər 27-dir. 27-dir. Niyə? Onu hardan alacağıq? Bax, 11, bunu necə yazıram? 11-in kvadratı A-nın kvadratı, düzdür? Bunun açılışı 11-adır. Elə deyilmi? Yəni. 11-in kvadratı A kvadratı. Nə 9 Bu A-nı müəllimlər natural bölən çox istədiyinə görə A-nı 6 seçmək məcburiyyətindəyik. Bax, bilin ha. Ən çox Ən natural çoxu bölən sözü var. Çoxuna ən görə. çox istədiyinə görə bəli, A-nı 6 seçmək məcburiyyətindəyik. Ona görə nə olacaq onda? 11-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı. Mən ana 9 götürmüşdüm. Yəni mən də 9 başa Mən də düşmədim dokuz. sualı. Elə bildim siz ədədi deyirsiniz, ən böyük ədəd. Bir də bıraq 9 götürmüşdüm. 9-un kvadratı. Ən çox. Mən bu Aha, açıqlamanı bir də istəyərdim deyəsiz Şamil müəllim. bax. Ədədin açılışı 11-in kvadratı A kvadratıdır. Düzdür? A, 2 rəqəmli ədədin açılışı 11A deyil. Kvadratı nə edir? 11-in kvadratı A kvadratı. Düzdür? Aha. Natural bölən deyəndə baxın A-nı 6 seçdim. Niyə? Yenə də deyirəm. Natural böləni ən çox sayda deyəndə A-nı 6 seçməliyik. 6. Bunu bilmək lazım idi. 6. Aydın oldu? Aha. Deməli, 11-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı. Həqiqətən, natural böləni hesablayanda neçə eləyir bunun? Hə, müəllimlər? 27. Gördünüz mü? Aldınız. Bax, sizi qarışdıra bilirəm ha. Fikir verdinizmi? Bax, izahdan heç bir 10 saniyə sonra bu sualı vermişəm. Natural böləni istəmişəm. Amma siz sualın cavabını tapmaqda çətinlik çəkdiniz. Görürsünüzmü? Baxın, hər bir mövzunun bir çətin bir hissəsi ola bilir. Natural böləndə ümumiyyətlə qüvvət üstünə baxırıq. Ən az desə, eləcə 2 götürəcəksiniz ay müəllimlər. Onda neçə olacaq bunun natural böləni? 9. Bəli, 9. Ən çox deyəndə neçə olacaq? 27. Bəli. Yox, ən çox 9 deyil. Yox, ən çox 27, ən az. Yox, ən çox 27-dir, ən az neçədir? Ən az 9 deyil. Mən yenə anlamadım. 6-dır.
9'dur da ən az 9 deyil. Ən az Yox, üç. müəllimlər. 3'dür, Ah, 3. Çünkü niye A'nın üç yerine bir demedim? koyacağız. 11 kvadratda. Hə, ana yerinə 1 verdik. A-nın yerinə 1 olanda Bəli. 11'in kvadratı natural böləni ən az sayda 3 olur ay müəllimlər. Ən çoxu 27 olur. Gördünüzmü necə maraqlı bir sualdır. En az deyəndə biz aya 2 Bir. demədik, 2 veririk. 1. A-nı bir seçə bilmirik. A natural ədəddir. Bir seçmək olmur ki, müəllim. Çox yaxşı sualdır bu. Bəli, çox qəşəng sualdır. Bura qədər kiminsə sualı yoxdursa, bir də mən bir izahda bir şeyi unutmuşam. Ümumiyyətlə, bu deyəcəyim düstur, yəni A üstündə N, B üstündə M, C üstündə K şəklində verilən ədəddə belə bir sual da verilə bilir. Deyir ki, baxın diqqətlə qulaq asın. Deyir ki, bu ədəddən kiçik, bu ədədlə neçə dənə qarşılıqlı sadə ədəd var? Və yaxud da bunu növbəti mövzumuzda belə bir sualına rastlaşacağıq. Yəni, eyni bu düsturla yazacağam, indi düsturu da yazacağam. Deyir ki, məxrəci bu ədəd olan, indi hansı ədəddir o da, məsələn, bu ədəd olan neçə ixtisar olunmayan kəsri var. Və yaxud da deyir ki, bu ədəddən kiçik neçə qarşılıqlı sadə ədəd var. Düstur belədir. A üstəyim, B üstəyim, vuraq C üstü K, vuraq 1 minus 1 bölək A, 1 minus 1 bölək B, 1 minus 1 bölək C. Bax, bu düsturu qeyd edeyim. Bax, bu iki yerdə də lazımdır. Nə vaxt lazımdır deyirəm, bax. Deyir ki, məsəl üçün, tutaq ki, deyir ki, 56-dan kiçik, 56 ilə neçə qarşılıqlı sadə ədəd var. Bax, bu düsturla, sadə vurğularına ayırıb, bu düsturla hesablayasınız. Və yaxud da deyir ki, məxrəci 56 olan neçə ixtisar olmayan kəsir var. Yenə bu düsturla tapacaqsınız. Aydın oldu? Bax, bu düsturu qeyd edin, ay müəllimlər. Bunu kitabda P bərabərdir yazıblar, nə bilim, nə siz yaza bilərsiniz. Aydın oldu mu? Aha. İndi keçək nəyə? Əbu Bəkova. Əbu Bəkovda kimin problemi var? Əbu Bəkovda. Mənə elə gəlir ki, heç kəsin problemi ola bilməz. Sadəcə yenə də yanaşıram. Ədədlərin əbobunu tapmaq üçün həmin ədədi sadə vurğularına ayırırıq və ortaq vurğuların hasilini tapırıq. Deyirik ki, bu ədədlərin əbobu həmin ədəd olur. Əkobda da yenə həmin ədədləri sadə vurğularına ayırırıq və böyük ədədi götürürük. Böyük ədəddə olmayan vurğu əlavə edirik. Həmin hasil olur həmin ədədlərin əkobu. Bəlkə də əkobu siz başqa cür qayda ilə tapa bilirdiniz. Mən dediyim qayda ilə bəlkə də hər bir kəs başqa cür tapır. Mən o cür tapıram, ay müəllimlər. Yəni, əkobda tapılanda, məsələn, kiçik ədəd götürürəm, 12, məsələn, 18. 12 ilə 18-in əkobunu tapanda nə edirəm? 12-nin vurğularına ayırırıq, məsələn, 2. İndi kiçik ədəd özüm götürdüm ki, tez hesablayaq. Böyük ədəd də götürə bilərdim. 6, 2, 3, 3, 1. Yəni, mənim öz qaydamı deyirəm. Bəzi müəllimlər fərqli izah edir. Bəzi müəllimlər başqa cür izah edir. Amma mənim izah tərzim budur. 18, 2-yə 9, 3, 3, 3, 1. Bax, böyük ədədi götürdüm, 18. Böyük ədəddə olmayan vuruq hansı da ay müəllimlər? Bir dənə 2 var burada, görürsünüz. Bu 2 ilə 3 bunun içərisində var. Bir dənə 2-ni əlavə edirəm bura. Cavab neçə eləyir? 36. Siz də belə mi tapırdınız məni kimi? Görün, məni kimi tapan neçə nəfər imiş. Kimlər məni kimi tapırdı, ay müəllimlər? Bəli, belə tapırıq. Amma bir neçə dəfə fikir vermişəm. Bəzi müəllim kiçik ədədi götürür. Kiçik ədədi götürür. Başqa cür hesablayır. Belə ol, belə daha rahatdır. Həqiqətən, böyük ədəd götürüb, böyük ədəd olmayan vurğu tapmaq. Deməli, əbobla əkobun hesablanma qaydası budur. Sonra müəllimlər, əbob əkobda bir neçə qaydanı deyim. Ümumiyyətlə,
belə deyək də, iki ardıcıl natural ədədin əbobu qarşılıqlı sadə ədədlər olduğuna görə hasilinə, əkobu, daha doğrusu üzr istəyirəm, əbobu qarşılıqlı sadə ədədlər olduğuna görə əbobu 1-ə, əkobu onların hasilinə bərabərdir. Doğru dedim. Sonra iki ardıcıl tək natural ədəd. Yenə qarşılıqlı sadə ədəd olduğuna görə əbobu 1-ə, əkobu onların hasilinə. Sonra iki ardıcıl natural ədədi, ümumiyyətlə iki ardıcıl natural ədəd, tək ədəd yox, iki ardıcıl natural ədəd. Dedim də onu, eləmi? Sonra 1 ilə istənilən ədəd, qarşılıqlı sadə ədəd olduğuna görə əbobu 1, əkobu onların hasilinə. Ondan sonra iki ardıcıl cüt ədədin əbobu, 2. deyin görüm, nəyə bərabərdir? 2-yə və əkobu? Hasilinin yarısına. Ay sağ ol, hasilinin yarısına. Yəni, biri x-dir, 2 ardıcıl natural ədəd. Daha doğrusu biri 2x, biri də 2x üstəgələ 2. Düzdürmü? 2 ardıcıl cüt ədəd. Məsəl üçün, buna aid bir nümunə də deyim. Məsəl üçün, 4-dən 6. Özünüz belə nümunədə götürə bilərsiniz test tapmaq üçün. Həqiqətən də bunların əbobu nəyə bərabərdir? İkisinin ortaq böləni 2. Əkobu nəyə bərabərdir? Dedim ki, onların hasilinin yarısı. Yəni 4 vuraq 6 bölək 2. Yəni 12. Həqiqətən də hamısında belədir. Yəni 2 ardıcıl cüt ədədlərin əkobu onların hasilinin yarısına bərabər olur. Sonra müəllimlər, əbob əkoba aid bir neçə düstur da yazaq. Eyni ədədlərin əkobu ilə əbobunun hasili, baxın, əkob abi, vuraq əbob abi. Arxa fondakı bağlasında zəhmət olmasa, orada kimlərsə danışırlar. Arxa fonda deyil, evdədir. Bizə dəqiqə müəllimlər. Sizə aiddir? Burada məndən gəlir. Hə. Eyni ədədlərin, ay mama, özünə aid elə. Eyni ədədlərin əkobu ilə əbobunun hasili həmin ədədlərin özlərinin hasilinə bərabər. Yəni, A vuraq B-yə. Bunların nisbəti isə, yazıram, əkob AB bölünsün əbob AB bərabərdir ortaq olmayan sadə vuruqların hasilinə, yəni C-yə. Burada C ortaq olmayan sadə vuruqların hasili C-dir. Baxın, ortaq olmayan sadə vuruqların hasili. Ortaq olan sadə vuruqların hasili nədir, ay müəllimlər? Birdən orada əbob sözü yazmırlar. Sözlə yazırlar. Yazırlar ki, ortaq olan sadə vuruqların hasili, məsəl üçün, 6-dır. Yəni, demək istəyir ki, əbobu 6-dır. Aydındır? Ortaq olmayan sadə vuruqların hasili C-dir. Bir C vuruğu var ki, ortaq olmayan sadə vuruqların hasilidir. Bu C üçün də əbob üçündə əlavə bir dənə də düsturumuz var. Daha doğrusu 2 dənə. Misal göstərin də müəllim ona aid. Misal? Yaxşı. Qoy düsturları yazaq. Əbob AB bərabərdir. Kök altında A vurulsan B bölək C. Əkobu da bərabərdir. Kök altında A vuraq B vuraq C. Bax, bu səfər əbobda kök altında C-yə bölünür. Əkobda C kök altında C-yə vurur. Fikir verdiniz? Yəni, fərq budur. Buna aid bir misal. Məsəl üçün, nə yazım? 15 ilə, məsələn, 21. Baxın, 15 ilə 21-in deyir ki, əkobu ilə əbobunun hasili deyəndə, ay müəllimlər, 15-i 21-ə vuracaqsınız. Baxın, 15 ilə 21-in əbobu ilə əkobunun hasili desə, 15-i neyiniyəcəyik?
21-ə vuracağıq. Ortaq olmayan sadə vuruğunu tapın deyəndə nə olacaq? 15-in vuruğu nədir? 3 ilə 5. 21-in vuruğu 3 ilə 7. Aha. İndi bunların əkobunun əbobuna nisbətini tapın deyəndə neyniyəcəm ay müəllimlər? Deməli, belə deyək də, burada ortaq olmayan sadə vuruqlar nə olacaqdır? 3 ilə 7-nin əkobu deyəndə, 5'ti də müəllim, 5 olacaq. hə, 21-i vuracam 5-ə, düzdürmü ay müəllimlər? Əkobu. Əbobu nədir? 3-dür. Yox, 7 ilə 5-dir ortaq olmayan sadə vuruqlar. Baxın, əkobunun əbobuna nisbəti deyil. Əkobu nə oldu? 21 vuraq 5. Düzdür? Bax, 21-i 5-ə vuranda bunun əkobu eləyir. Əbobu nə eləyir? 3. 3 ilə 5 ilə 3 ilə 7-nin əbobu nədir? 3. 21 ilə 5-i 3-ə böləndə nə düşəcək? 7 ilə 5. 35. 35. Yəni C olacaq burada. C. Ortaq olmayan sadə vuruqların hasili 35 imiş. Aha. Bu da oldu düsturlarımız. Bir də faktorial ədədlərin əbobu ilə əkobu. Faktorial ədədlərin əbobu ilə əkobundan qabaq mən sizə bir şey deyim. Ədədin biri o birisinin böləni olarsa, yəni nə demək istəyirəm? Ədədin biri o birisinə bölünsün. Tutaq ki, 6 ilə 12. Baxın, ay müəllimlər. Biri o birisinə bölünürmü? 6, 12, 12, 6-ya bölünür. Belə olan halda əbob 6 olur, əkob 12 olur. Aydın oldu? Biri o birisinin böləni olarsa, kiçik ədəd əbob, böyük ədəd əkob olur. Aydın oldu? Faktorial ədədlərdə də belədir. Kiçik ədəd əbob olacaq. Məsələn, 3 faktorial ədədlə müəllimlər, 4 faktorial ədədin əbobunu tapanda 3 faktorial bunun əbobu olacaq, 4 faktorial bunun əkobu olacaq. Aydın oldu? Çətin deyil ki. Həqiqətən də niyə elə olur? 4 faktorial ədədi 3 faktorial ədədə bölünür. Vurğuların hər biri onda var axı. Düzdürmü? Bayaq dediyim qaydanı tədbiq elədim. Bura aid kimin sualı var ay müəllimlər? Hə? Kəsr qaldı müəllim. Necə? Kəsr ədədlər. Hə, kəsr ədədlərin əbobu, əkobu. Bəli, baxaq ona. Birinci əbobdan başlayaq. Əbob A bölünsün B, C bölünsün D. Deməli, burada qayda necədir? 1 bölünsün B vuraq D, əkob A, D. Eləmi? Düzmü deyirəm ay müəllimlər? B ilə C. Əkobda isə biraz rahatdır. Əkob A bölək B, C bölək D. Burada isə müəllimlər, sürətlərin, yəni A ilə C-nin əkobu buna misal göstərəcəm ay müəllimlər. Məxrəclərin əbobu. Bax, məsələn, bu bizə nə zaman lazımdır? Kəsr ədədlərin əkobu, əbobu. Ümumiyyətlə, əbobu çox vaxt lazım olmur. İndi misal olaraq düşə bilər, amma əkobu bizə nə zaman lazımdır? Başqa harda? Trigonometrik funksiyalarda ən kiçik müsbət dövrün tapılmasında bizə lazım olacaq əkob. Məsəl üçün, birinə tutaq ki, sinus. Məsəl üçün, deyir ki, sinus 3x, baxın, üstə gələk, kosinus 5x. Deyir, bu ifadənin, trigonometrik funksiyası görürsünüz, deyir, bu ifadənin ən kiçik müsbət dövrü neçədir? Bunun üçün, birinci bunun dövrünü tapıram. T1 bərabərdir. 2pi bölünsün 3.
Bunun dövrü nə olacaq müəllimlər? 2 pi bölünsün 5. Gördünüz, kəsr ədədlərdir. İndi bunların əkobunu tapacağıq, ən kiçik müsbət dövrün. Bu 2 pinin əkobu nə ilə? Sürətlərin əkobu nə olacaq? 2 pi. Məxrəzlərin əbobu 3 ilə 5-in əbobu 1. Deməli, kosinüs 3x üstəgələ sinüs 3x üstəgələ kosinüs 5x-in ən kiçik müsbət dövrü nə oldu? 2 pi. Aydın oldu mu? Ola bilər, sual fərqli ola bilər. Məxrəzdə ədəd ola bilər. Yəni, budur qaydası. Əkov, kəsr ədədlərin əkobu belə tapılır. Sürətlərin əkobu, məxrəzlərin əbobu. Aydın oldu mu müəllimlər? Sonra kəsr ədədlərin əkobuna, əbobuna baxdıq. Başqa bizə nə qaldı müəllimlər? Bir də ədədin sonu deyir filan ədədlə bitir. Alınan qalığı, məsəl üçün 5-ə bölünməsinə alınan qalıq neçə olar? Ümumiyyətlə, ədədin son rəqəmini xahiş edən bir dənə orada zəng kiməsə gəlir. Mikrofonları, bir dənə alın mikrofonları. Deməli, ədədin son rəqəmini necə təyin edirik? Müəllimlər, baxın, məsələn, 23 üstü 23 ədədinin qabaq topluda belə bir tip sual var idi, rastınıza gələr. Məsələn, 27 üstündə 57, yəni eyni olmasa da olar, fərqi yoxdur. Yəni, bu ədədlərin son rəqəmi necə təyin edirik? Bax, qayda. Bunun qüvvət üstünü 4-ə bölürəm. Qalıqda nə qalır? Nə qalır qalıqda? 3. Bizə bu qalıq lazımdır. Buradakı bu 23-ün ikisi mənə lazım deyil son rəqəm üçün. Nöqtələr qoyuram. 3 üstündə bu qalığı yazıram qüvvət üstündə. 3 üstü 3-ün son rəqəmi nədir? 27, yəni 7. Deməli, 23 üstü 23 ədədinin son rəqəmi 7 imiş, ay müəllimlər. Aydın oldu? İndi 27 üstündə 57 ədədinin son rəqəmini deyə bilərsiniz mənə. Bir də deyin zəhmət olmasa. Baxın, 23 üstü 23 ədədinin qüvvət üstünü 4-ə bölürük. Səbəb nədir? Niyə 4-ə bölürük? Onu da deyəcəm. Qalığı tapırıq, qalığı. Bu 2-ni götürmürəm, nöqtələr qoyuram onun yerinə. Yəni, qabaqda nə olursa, mənə son rəqəmi götürmək lazımdır. Bax, 3 götürdüm. Qalığı da yazıram qüvvət üstündə. 3 üstü 3. Nə ilə qutarır sonra? 7 ilə. Yəni, 3 üstü 3, 27-dir də. 7 ilə qutarır. Deməli, 23 üstü 23 ədədinin son rəqəmi 7-dir. Aydın oldu müəllimlər. İndi 27 üstü 57. Bunu da 4-ə bölək. 16 qalıqda 3. Neçə? 16 qalıqda 3. Yox, qalıqda 1 qalır, o da son rəqəmi 7-dir. 14 qalıqda 1. Düz demədim mi, ay müəllim? 14 qalıqda 1 olar. Aha, burada yenə 2-ni götürmürük. 7 üstündə 1. Yəni, bu ədədin son rəqəmi neçəymiş müəllimlər? 7. 7, 1 yox. Qüvvət üstü 7 üstü 1, 7-yə bərabərdir axı. Niyə bu ədədi 4-ə bölürük? Qüvvət üstünü niyə 4-ə bölürük? Çünki hər bir ədəd ən çox 4 dəfədən bir təkrarlanır. Yəni, qüvvət üstü 4 dəfədən bir son rəqəmi eyni olur. Həqiqətən elədir. Məsələn, baxın, 3 üstündə 1 nə ilə bitir? 3 ilə bitir. 3 üstü 2 nə ilə bitir, ay müəllimlər? 9 ilə. 3 üstü 3 7 ilə bitir. Düzdür? 27. 3 üstü 4 nə ilə bitir? 81. 1 ilə. İndi baxın, 3 üstü 5 81-i 3-ə vuranda nə edir? Sonu yenə nə ilə bitəcək? 3 ilə. 3 üstü 6 axırı 9-dan bitəcək yenə. Gördünüz mü? 3 üstü 7 yenə 7 ilə bitəcək. 3 üstü 8 3 üstü 4 nə ilə bitir? 1 ilə. 3 üstü 8 də sonu 1 ilə bitəcək. Gördünüz mü?
ən çox qüvvət üstü 4 dəfədən bir təkrarlanır. Ona görə də son rəqəm, yəni qüvvət üstündə 4-ə bölünməklə tapılır. İndi deyərsiniz ki, bəs tam bölünəndə qalıqda 0 olanda nə olur? Üstü 4 nədirsə onunla bitir ay müəllimlər. Aydın oldu? Yəni üstü 4 neçə ilə bitirsə son rəqəm. Tam bölünəndə, yəni üstü 4 neçə ilə bitirsə sonu da həmin rəqəmlə bitir. Yilli boy bir ədəddə də bu ödənir. Məsələn, amma elə ədədlər var, üstü bir dəfədən bir təkrarlanır müəllimlər. Yenə də 4-ə bölə bilərsiniz. Məsələn, bax 6. 6-nın qüvvəti nə olur olsun? 1, 2, 3, 4, 30, 40, 50, 60, 70 nə olur olsun? Yəni, məsəl üçün 56 ədədinin son rəqəmini tapan deyəndə, onun qüvvət üstünü 4-ə bölməyin. Çünki 56 ədədinin son rəqəmi həmişə 6 ilə bitəcək. Aydın oldu müəllimlər? 4, qüvvət üstü 4-ə tam bölünəndə nə oldu? Üstü 4 nə ilə bitirsə, axırıncı 10-la bitir o. Aydın oldu? Yəni, qüvvət üstü nə ilə bitirsə, yəni 3 üstü 4 nə ilə bitirsə, məsəl üçün 3 üstü 20. 3 üstü 4 nə ilə bitirsə, 3 üstü 20 də həmin ədədlə bitir, ay müəllimlər. Aydın oldu mu? 56 üstü məsələn, dövrü götürürük da, dövrü 3, 9, 7. 4-ü götürürük, 4. Yəni üstü 4 nə ilə bitirsə, onunla bitir. Bax, 56 üstü 16. 56 üstü 16. 4-ə bölürsünüz, nə ilə bitir? 4 qalıq 0 olur. Amma üstü 4 nə ilə bitirsə, onunla bitir. Aydın oldu? Yəni, 56, 6 üstü 4. Yenə də deyirəm, 56 da sonu 6 ilə bitən ədədlərdə fərqi yoxdur. Yəni, sonuncu rəqəm yenə 6 ilə bitəcək. Elə ədədlər var, bir dəfədən bir təkrarlanır. Məsəl üçün 5. 5 də üstü bir dəfədən bir təkrarlanır. Yəni, 5-in qüvvəti nə olur olsun, sonu 5 ilə bitir. 6-nın qüvvəti nə olur olsun, 6 ilə bitir. Aydın oldu müəllimlər? Aha, bu belə. Bir də müəllimlər, bu hər şey aydındırmı burada? Yəni, bu son rəqəmi təyin eləməkdə. Bax, bu yeni qayda idi bəlkə də bəzilər üçün. Kimin nə sualı var, buyurun verə bilər. Buyurun, sualınızı verin, ay müəllimlər. Son rəqəmi təyin eləməkdə. Bildiniz niyə 4-ə bölünməlidir bu? Çünki ən çox 4 dəfədən bir sonuncu rəqəm təkrarlanır. Ona görə yəni üstdəki qüvvəti 4-ə böldük. Sonra müəllimlər, bir də ədədin sonu neçə sıfırla bitir? Ədədin sonu neçə sıfırla bitir? Onu tapmaq üçün. Məsəl üçün, bax, ədəd deyirəm ki, 1-dən 100-ə qədər ədədlərin hasili, yəni 100 faktorial ədəd, neçə sıfırla bitir? Bunun üçün sizə gözəl qayda. Bax, bu, yəni n götürək də, n faktorial ədədi. Yəni, 1-dən n-ə qədər ədədlərin hasilinin neçə sıfırla bitməsi üçün həmin bu n ədədini 5-in qüvvətlərinə bölmək lazımdır. 5-ə tam hissəsini götürəcəyik. Nədirsə? 25-ə tam hissəsini yenə götürəcəyik. 125-ə bölünürsə 625-ə. Aydın oldu müəllimlər. Yəni, bunu toplayacağıq. İndi burada nöqtələr qoyaq, çünki 5-in qüvvətləri çoxdur da. Aha. Deməli, indi 100 faktorial ədədi deyin görüm nə ilə bitir, hesablayın görüm. Birinci 100-ü 5-ə böləcəyik. Neçə düşür müəllimlər? 20. 100-ü 25-ə böləcəyik, 4. Eləmi? Da 125-ə bölünməyəcək. Neçə düşdü? 24. Deməli, 100 faktorial ədədi neçə sıfırla bitir, ay müəllimlər? 24 dənə sıfırla bitir. Aydın oldu mu? Maraqlıydı mı bu qayda sizin üçün də? Sonra, başqa nəyi bilmək lazımdır? Mənə elə gəlir ki, başqa heç nə. Hamısını dedim. Mənə dərsə aid sualı olan varmı? Hə?
Qoşula bilməyən müəllimlər var. Minarə müəllim buradadır. Məndəki idi nə idi ki? Bizə dəqiq baxım görüm. Bizə dəqiqə müəllimlər. Mən telefona baxmamışam. Müəllimlərin bir neçəsi qoşula bilməyiblər. Çətinlik çəkiblər. Müəllimlər, mikrofonu açıb sualınızı verə bilərsiniz burada. Yəni, kimin sualı var, verə bilər. 27 üstəli 7-nin sonu 7 iləkdir. Hə, yəni onu izah eləmişəm. Burada mesajlara indi baxıram. Gəlin belə eləyək. Dərsimizə var biraz. Mən sizə bir-iki dənə mövzudan kənar və yaxud da mövzu daxilində bir neçə suallar verim. Olar müəllimlər? Hə? Bəli, bəli. Daha da maraqlı keçsin də. Yəni, o biri mövzulara qayıda bilək. Olarmı? Bir dəqiqə. Bu, sonradan qoşulan müəllimlər var. Dərsin gedişatı, ümumiyyətlə MİQ qrupundan, sertifikasiya qrupundan siz suallarınızı verə bilərsiniz. Dərslər necə keçiriləcək, necə olacaq, həftənin hansı günləri olacaq. Yəni, burada yeni qoşulan müəllimlər var, eşitməyən müəllimlər var. Suallarınızı verə bilərsiniz. Yəni, MİQ qrupunda dərslər nə vaxt olacaq, neçə dəfə olacaq, neçə saat olacaq. Sertifikasiya qrupunda dərslər necə olacaq, neçə saat olacaq. Siz suallarınızı verə bilərsiniz müəllimlər. Bir dəqiqə, mən bir dənə bir yaxşı testim var. Onun suallarını mən sizə eləyəcəm. Diqqətən məni dinləyin. Bax, belə bir sual var. Deyir, A və B natural ədədlər üçün bir dəqiqə bu mesaj yerini bağlayayım. Hə, A və B natural ədədləri üçün əkop AB 120'dir. A bölünsün B 2/100 nisbətindədir. A plus B cəmini tap deyir. Tapın görün müəllimlər. Cavabı deyirik, yoxsa gözləyək? Qoy hamı şeyləsin bir dənə. Al. A plus B cəmini deyir tapın. Maraqlı sualdır, eləmi ay müəllimlər? Bəli, güvəndə belə suallar çoxdur. Alan var cavabı. Bəli, almışam. Bəli, müəllim. Deyin görək. Cavab 100. 100. 40-dan 60 da yəqin. 1-40. Bəli, bəli. Doğrudur. Hə. Biraz suallar daha dərinə geçsin. Bax, belə bir sual. Deyirəm ki, A çoxluğunun elementlərinin sayı 6-dır. Bax, özüm, yəni sualı oxuyuram, amma özüm qısa formada belə ekranda yazıram ki, siz də bilin də. NA bərabərdə 6 nə deməkdir? A-nın elementlər sayı 6-dır. Deyirəm ki, onun ən azı, yəni bu A çoxluğunun ən azı neçə 4 elementli A çoxluğu var? Ən azı neçə 4 elementli A çoxluğu var?
Biraz sual çətinləşdi, eləmi? Cavabı deyə bilərəm, yoxsa Cavabı hesablamısınızsa deyə bilərsiniz. deməli 15. Yox. Kombinizonla eləmirik. Kombinzonla eləyirik. Amma Lalə müəllimə. Lalə müəllim, düz deyirəm da adınızı sizin. Bir də Bəli, biz... bəli, bəli, bəli. Hə, Lalə müəllim. Yox, 15 deyil yəni. Niyə? Mən deyirəm ki, suala baxın, ən azı 4 elementli neçə ad çoxluğu var dedim. Görürsünüz, çaşdırıcı sualdır. bir də Sertifikasiya yetim- sualıdır bu Lalə müəllim. Bax, həm də bu sual tipi sertifikasiyada da düşə bilir, hətta miqdə də düşə bilir. Yəni, miqçilər varsa, aktiv olsun bu sualda. Varmı miqə hazırlaşan burada müəllimlər? Fidan müəllim, Sevinç müəllim. Məncə bunlar miqə hazırlaşmaq istəyəndir. Yoxsa sertifikasiya idi? Xeyr, xeyr. Müəllim 36 eləmiş. Yox. 54-dür cavab. Alt çoxluqlarının sayı. Yox, Dörd- ad çoxluqlarının sayını demədimi, müəllimlər? 4 element var burada. Deyirəm ki, 4 elementli, ən azı 4 elementli neçə ad çoxluğu var? Ən az. Bax, sualda bir dənə o söz var ha. Alt üst eləyir də hər şeyi. Deyirəm ki, 4 elementli ən az neçə 4 elementli ad çoxluğu var? Ən az. 9 dənə. Yox. 15 deyil ki, 15-dir. 22 dənə, 22. 4 element sözünü deməsə 36 dənə alt çoxluğu var. Zəhmət olmasa göstərin də Şamil. Baxın, izah eləyirəm. Müəllimlər, ən azı 4 elementli deyirsə, ən az deyir 4 elementli neçə ad çoxluğu var? Kombinizon 6-dan 4. Hə. Üstə gələk. Kombinizon 6-dan 5. Üstə gələk. Kombinizon 6-dan 6. Gördünüz mən sizi necə çaşdırdım, ay müəllimlər? Gördünüzmü? Haydi, davamını gətirməmişəm. Bəli, ən azı 4 elementli olursa 5 elementli də ola bilər, 6 elementli də ola bilər, ay müəllimlər. Aydın oldu mu? Yəni, ən azı 4 elementli neçə ad çoxluğu var deyəndə, 5'lini də hesablamalısınız, 6'nı da hesablamalısınız. Birinci eləyir 15, Lalə müəllimin tapdığı. İkinci eləyir 6, üçüncü eləyir 1. 22. 22. Görürsünüz, sizi necə çaşdıra biləm. Sonra deyir ki, faizə aid məsələdir. Diqqətlə qulaq asın. Dərsin maraqlı keçməsinə görə mən ümumi suallar tərtib eləmişəm sizlər üçün. Əslində çoxu idi, mövzu izahımız biraz elə bil bizim vaxtımızı çox apardı. Eybi yoxdur. Gələn dəfədə ümumiyyətlə bu sualları, yəni tərtib elədiyim sualları, ümumiyyətlə hər dərs üçün tərtib eləyə bilirəm. Yəni onun narahatçılığı yoxdur. Yəni həmişə bu sualları müzakirə edə bilərik. Bax, faizə aid sualdır. Deyir, malın qiyməti əvvəlcə 20% artırıldı. Sonra isə yeni qiymət 20% azaldıldı. Son qiymət ilkin qiymətin neçə faizini təşkil edir? Əvvəlcə 20% artdı, sonra yenə azaldı. Sonra 20% azaldıldı. Sonra deyir ki, son qiymət ilkin qiymətin neçə faizini təşkil edir? Son cümləni bir də oxuyardınız müəllim, zəhmət olmasın. Son qiyməti ilkin qiymətin neçə faizini təşkil edir? Əvvəlcə artdı, sonra azaldı. Yoxsa azaldı, sonra artdı. Fərqi yoxdur ki, onsuz da onun. Fatma müəllim, onsuz da onun fərqi yoxdur. 20% artıb, eyni faiz artıb, eyni faiz azalmadı. O suala mən
Mənim burada məqsədim nədir? O suala sizin yanaşmanız necədir? Bax, o tip suala sizin, bax, sadə sualdır, vallahi deyirəm. Yəni, mənə maraqlıdır ki, sizin yanaşmanız necədir? Yəni, ona rahat mı yolla yanaşırsınız, necə yolla yanaşırsınız? Baxın, müəllimlər, ədəd əvvəlcə 20% artırır. Nə olur? 120. 120. Sonra da 80. Sonraki qiymət 100%-dən 20-ni azaldırsınız. 80. Neçə olur? 80. 80. Bu 120-ni 80-ə vurursunuz, yəni son qiyməti, əvvəlki qiymətə vurursunuz, bölürsünüz 100-ə. Yəni, qayda belədir, ay müəllimlər. Neçə eləyir? 96. 96. 96. Deyir, necə dəyişdi? 96% dəyişib qiymət. Amma sual belə də verə bilər. Deyir, ifadə, yəni deyər ki, ədəd necə, belə də sual düşə bilər. Sual necə, belə deyə bilər də, ədəd necə dəyişdi? 4% azaldı da deyə bilərik. Və yaxud da buradakı sual deyir ki, son qiymət ilkin qiymətin neçə faizini təşkil etdi? 96 faizini. Niyə 80 oldu? Hə? 20% azalanda 100-dən 20-ni azaltdıq, neçə olur? 80 olur da. Hətta deyir ki, əvvəlki qiymət 20% azaldı. Yox, bax belədir. Malın qiyməti deyir əvvəlcə 20% artırıldı. Sonra yeni qiymət 20% azaldıldı. Yeni qiymət onsuz da Fatıma müəllim 100% qəbul olunur. Ümumiyyətlə, yeni qiymətdir, son qiymətdir, əvvəlki qiymətdir, nə olur olsun, yəni sonraki qiyməti dəyişəndə yenə 100%-dən dəyişdirəcəksiniz. Yəni sonraki qiymət 30% azala da bilər. 100-dən azaldacaqsınız 30%-i. Aydın oldu? Yəni qayda elədir. Maraqlı sual idi mi? Şərt elədir. Elədir də, qayda elədir. Yəni şərt olaraq elədir. İndi mən sizə bir şey, baxın. Məsələn, tutaq ki, bazara gedir. Hə? Necə müəllim? Malın ilkin qiymət tutaq ki 100 manatdır, 100%-dir. Bu 20% artanda oldu 120 manat. Təzədən bu 20% azalanda 80 manat qalmır axı. Ay sağ ol, bax 100 manatdır. 20 manat artıb, 20% artırılıb. Bu olub 120 manat. Bəli. Bax, Fatıma müəllim düz dedi. İndi, sonraki deyir qiymət 20% azaldıldı. Siz 100 manata 20%-ni azaldınız. Fakt 120 manat olub axı bu. Elə deyilmi? Mən də o deyirəm da bu 120 manatdan 20%-ni azaltmalıyıq da biz. Hə də, 120-nin 80%-ni tapmalısınız da, ay müəllim. 120-nin 20%-ni tapanda deyəndə ki, 20% azalma 100-dən 20-ni çıxırsınız, 80%-ni tapmış demək istəyirsiniz. Yəni 20% az deyəndə 120-nin 80%-ni tapacaqsınız burada. Aydın oldu mu? Yəni qayda, üsul budur müəllimlər. Aydın oldu mu? Siz yəni 100 manatın 20%-ni azaldıb ondan azaltmırsınız. Son qiymətin, yəni 120 manatın 20% azaldanda deyəndə 120 manatın... Mən onu deyirəm, ona görə siz bilirsiniz biyaxları 100-dən deyirsiniz azalır, ona görə mən Yox, faiz olaraq 100-ünü aşağısı 20% gedib 80%-ni tapırsınız, hə, bu ayrı şeydir, amma 100-dən azalır deyirsiniz, ona görə. Faiz dərəcəsini 100-dən 20% artığın deyəndə 120 götürdük. 100-dən aşağı 20% azalan deyəndə 80-i götürük. Mən faizin azalmasını deyirəm. Ədədin yox. Biz özümüz ədədi 100 seçdik. Fatıma müəllim demiş seçdik. Yəni burada ədədi mən 100 götürdüm burada. Aydındır mı? Yəni 120 oldu. Şərtə, əsas şərtdir. Şərtə görə məsəl üçün ədəd yox, bu qayda ilə seçə bilərsiniz. Bax, ədəd 20% artıb 120 olub. Düzdür, bax 120. 20% azalıb 80-ə düşüb. 120-ni 80-ə vurub 100-ə bölsəz 96. Ədəd soruşa bilər necə dəyişdi? 4% azaldı deyə bilərik. Və yaxud da buradakı sual belədir. Deyir, son qiymət ilkin qiymətin neçə faizini təşkil edir? 96%-ni. Yəni buradakı sual başqa idi. Sonra növbəti sual. Belə bir sual verirəm. Fx funksiyasıdır.
x minus 2 üstə gələk kök altında 5 minus x. Bir funksiyasının təyin oblastına neçə tam ədəd daxildir? Bax, bu funksiyanın deyirəm ki, təyin oblastına neçə tam ədəd daxildir? Necə taparsınız? Kökaltı ifadələr sıfırdan böyük olmalıdır. Sürə. Aha, yəni neyniyəcəyik? Böyük bərabər 0 götür. X minus 2 böyük bərabərdir 0. Bəli, x böyük bərabərdir 2-dən. 5 minus x böyük bərabərdir 0. 2, 3, 4, 5. X kiçik bərabərdir 5-dən. Düzdür? Aralıq nə oldu? 2, 5. 2, 5. Bax, bizdən bunu istəyirdi. Deyir ki, təyin oblastına neçə tam ədəd daxildir? Neçə dənə tam ədəd daxiliymiş? Sayını istəyir bizdən. 4 dənə. 2, 3, 4, 5. Düzdür, müəllimlər? Aha. Sonra bir dənə maraqlı bir sual gətirim. Bir üçbucağın iki tərəfi, bu sadə sualdır, bunu keçək. Bu da sadədir, bu da sadədir, bu da sadədir. Hə. Yenə funksiyaya aid bir sual verirəm. F(x) bərabərdir x kvadratı çıxaq 4x. Yəni, söhbət hansı funksiyadan gedir? Kvadratik funksiyadan gedir. Bir, bu funksiyanın qiymətlər çoxluğunu tapın. Fatma müəllim, dolaşdığınız yer təyin oblastı mı, yoxsa qiymətlər oblastı mı? Belə bir sualları yadınıza gəlir, qarışdırırsınız. Amma bu adi qiymətlər çoxluğunu deyir tapın funksiyanın. Ümumiyyətlə, funksiyanın təyin oblastı qiymətlər çoxluğu, qiymətlər oblastı bilirsiniz də, funksiyada təyin oblastı necə tapılır? Ümumiyyətlə, kvadratik funksiyada təyin oblastı necə tapılır? Qiymətlər oblastı necə tapılır? Bilirsinizmi onu? Bəli. Hə, qiymətlər oblastı necə tapılır kvadratik funksiyada? Bu mövzuları onsuz da biz Lalə müəllim, Fatma müəllim, yəni hamımıza deyirəm, keçəcəyik. Yəni, bu mövzuları çox geniş şəkildə mənim izahım da var YouTube-da. Yəni, xırdalığına, incəliyinə qədər izah edirəm. Sadəcə biz mən elə-belə suallar eləmişəm ki, Təpə nöqtələri ilə. təpə nöqtəsinin koordinatları ilə. Deməli, təpə nöqtəsinin koordinatları hansı bunun qiymətlər çoxluğunun göstəricisidir? N. N qiymətlər çoxluğu. N qiymətlər. Bəli. N-i tapanda biz burada N-i başqa cürdə tapırıq. Mən tam kvadrata ayırma üsulunu bilmişəm də sizə. İndi izah da eləyəcəm. X minus 2-nin mötərizə kvadratı. Kvadratı üstə gəl 3. Üstə gələk 3. Bildim, bir şey yazmır. Ruçka işləmir yaxşı, ay müəllimlər. X minus 2-nin mötərizə kvadratı. Çıxaq 4, üstə gələk 7, üstə gələk 3. Bax, buradan avtomatik bu 3 deyirik. Bunun nə idi? N-in qiyməti. Ən kiçik qiymət. Aha, bu ən kiçik qiymətdir. Bax, qiymətlər çoxluğu deyəndə 3 müsbət sonsuzluq. 3 müsbət sonsuzluq. Bax, burada fikir verdinizmi? Qayda bilmək lazımdır. Nəyi? Çünki dedik ki, deyəcəyik ki, yəni gələcəkdə kvadratik funksiyanın qiymətlər çoxluğu əgər x kvadratının əmsalındakı a sıfırdan böyükdürsə, n müsbət sonsuzluq olacaq. Kiçikdirsə, mənfi sonsuzluq n. A kiçikdir sıfırdırsa, mənfi sonsuzluq n olacaq. Aydın oldu müəllimlər. Buradakı n də təpə nöqtəsinin ordinatıdır. Yəni, n bərabərdir, bununla da tapa bilərsiniz. 4AC
Çıxılsın B kvadratı. Bölək nə? 4. 4A. Bunlar ümumiyyətlə funksiyaların ən sadə, rahat yerləridir. Yəni, ümumiyyətlə funksiyanın qiymətlər ablası, təyin ablasını təyin eləmək, həqiqətən deyirəm, funksiyanın ən rahat yerləridir. Məsəl üçün, mən funksiyanın asimptotlarını da istəyə bilərdim sizdən. Funksiyanın ümumiyyətlə cütlüyünü, təhliyini də istəyə bilərdim. Deyin görün, bu funksiya cütlümü, təkdirmi? Nə tək, nə cüt. Nə tək, nə cüt. Ay, sağ ol. Hardan bilirəm? Gəlin, bax, qısa fraqmentə keçək. X kvadratı cütdür. Bu təkdir. Sabit funksiyada, yəni 7 kimi baxanda cütdür. Cüt çıxaq tək, üstə gələk cüt, təki verəcək. Yox, təki verməyəcək. Nə tək, nə cütü verəcək. Niyə? Niyə? Çünki bu əslində cüt funksiyalar belə toplayıb çıxmaqla təkliyi cütlüyü deyə bilmərik. Siz o cüt ədədlərlə tək ədədləri qarışdırıb belə deyə bilirik. Yəni cüt ədədli tək ədəd. Amma funksiyada elə deyil. Funksiyada 2 dənə nöqtə. Mən bunu onsuz da izah eləmişəm həmişə. Bunu həmişə də demişəm. Yolu qaydası budur. 2 dənə nöqtə qoyursunuz. Bir mənfi 1, bir dənə də müsbət 1. Əgər mənfi 1 qiymətindəki qiymətlə müsbət 1 qiymətindəki qiymət eyni olarsa, yəni f mənfi 1-lə f1-də, məsəl üçün, hər ikisində tutaq ki, 7 almışıq. Misal üçün deyirəm, buradan danışmıram bu funksiyadan. Hər ikisində qiymət eyni almışıq. Deyirik ki, hər ikisində 7 alırıqsa, deyirik bu funksiya cütdür. Əks qiymətləri alırıqsa, məsəl üçün, mənfi 7 tutaq ki, biri müsbət 7. Deyirik bu funksiya təkdir. Birində məsəl üçün 3 almışıq, birində 9 almışıqsa, deyirik nə təkdir, nə cüt. Həqiqətən də burada yerinə qoysaz, ayrı-ayrı qiymətlər almış olacaqsınız və deyəcək ki, bu funksiya nə təkdir, nə də cüt. Aydın oldu müəllimlər. Bildirim, zəhmət olmasa bildirim. Necə? Hələ dünənlərim salavat istədilər. Başa düşmədim, xərcəm mən. Siz Allah bağışlayın, açıq qalıb burada. Bağışlayın. Hə, elə bildim mənə sual verirsiniz, elə bildim. Hə, yəni bu bölmələri onsuz da mən sizə xırdalığına qədər, yəni mənim qrupumda olanlar bilir. Geniş və ətraflı şəkildə izah edəcəm. Ümumiyyətlə, funksiyalar bölməsi müəllimlərin, şagirdlərin, hər kəsin çətinlik çəkdiyi hissədir. Düzdür, Lalə müəllimə? Yəni, həqiqətən bunu etiraf edək də. Hər bir Amma ən müəllim... maraqlı hissəsidir. Ən maraqlı. Hə. Amma funksiyanı inanırsınız, mənim dərsimdən sonra o funksiyada həyatı boyu çətinlik yaşamayacaqsınız. Həqiqətən deyirəm, ha? Mən çətinliyim özünüz bilirsiniz, o trigonometriyadır. Hə, yox, o trigonometriya o heç, trigonometriya ayrıdır. Trigonometri funksiyalar ayrıdır. Amma funksiyalarda mənim izahımdan sonra, mənim o funksiyalar dərsimdən sonra həyatı boyu funksiyada çətinlik çəkməyəcəksiniz. Həqiqətən mən sizə söz verirəm. Tək funksiyalarda yox. Məsəl üçün, mən söz gəlişi dedim, funksiyalar bütün müəllimlərin çətinlik çəkdiyi hissə olduğuna görə dedim. Hər bir bölməni, vallahi deyirəm, mənim dərsimdən sonra heç bir bölmədə çətinlik çəkməyəcəksiniz. Bunu, yəni mənim qrupumda olanlar, mənim dərsimdə olanlar bilirlər ki, mənim dərsim necə izah olunur, mən dərsdə nələri izah edirəm, nələri deyirəm, vallahi deyirəm, mənim dərsimdən sonra heç kəs, heç nədə çətinlik çəkməyəcəklər. Yəni, amma indi deyərsiniz ki, müəllim heç bir çətinlik çəkməyəcək. Hamı 60 bal yığa bilərmi, 50 ixtisas yaza bilərmi? O müəllimin özündən asılıdır. Başa düşürsünüzmü? Yəni, ixtisasdan, mən kurikuluma söz vermirəm. Yəni, ixtisasdan 50-yə 50 tam yazmağı müəllimin özündən asılıdır. Məsəl üçün, müəllimin ola bilər ki, yaddaş problemi ola bilər. Düzdürmü, Lalə müəllimə? Mən o müəllimə, məsəl üçün, mən qaranti verəmmərəm o müəllim 50-yə 50 yıxsın ixtisası. Yəni, o bilirsiniz necə şərtdir? O bilirsiniz necə? Yəni, yalan bir şərtdir. Məsəl üçün, mən amma bütün dərslərimdən sizə söz verirəm ki, hər bir dərsi siz mükəmməl biləcəksiniz. Mən buna söz verirəm. Özü də bu mükəmməlliyi siz imtahanlar, sınaqlar keçirdikcə biləcəksiniz.
Yəni siz özünüzdə balı artırmısınız, azaltmısınız. Bunu özünüz mənim imtahanlarımla, sınaq imtahanlarıyla siz o nəticəni özünüz belə müqayisə edə biləcəksiniz. Həqiqətən deyirəm ha, yəni müəllim artırırmı balı, azaldırmı balı, onu özünüz müqayisə edə biləcəksiniz. Mənim qrupumda, mən 2024-cü ildə sertifikasiya qrupumda demək olar ki, 120-dən çox müəllim var idi qruplarımda. O 120-dən çox müəllimin 40-dan çox müəllim 50 plus nəticə göstərmişdi. YouTube-da da bilməm, hər şeydə paylaşırım, görərsiniz. Yəni, o 50 plus yığan müəllimlər, vallahi, Lalə müəllim, belə deyəsən, biri də siz idiniz, eləmi? Neçə bal yığmışdınız? 51. 51? Bəli, 51. Hə. Yəni 50-dən yuxarı yığan müəllimlər demək olar ki, 40-dan çox müəllim var idi. Onlar demək olar ki, sizi kimi əvvəlcədən qoşulanlar, yəni çox çalışan müəllimlər idi. Həqiqətən ha, yəni gecəsi gündüzü təsəvvür edin, mən sınaq hazırlayırdım. Gecə saat 5-də baxırdım ki, müəllim mənə bildiriş atıbdı. Gmail adresimə bildiriş gəlir. Bilirsiniz nə bildiriş idi o? İmtahan nəticəsi. Baxırdım ki, gecə saat 5-də müəllim imtahanı yazıb mənə göndərir Gmaildən. Allah ki, səhərə yaxın dururdum 5-də baxırdım ki, müəllim 5-ə 20 dəqiqə qalmış mənə sınaq imtahan nəticəsi atıbdı. Məsəl üçün 55 bal, məsəl üçün 43 bal, məsəl üçün deyirəm də. Yəni, baxırdım ki, gecə müəllim sınaq işləyir. Yatmır müəllim. Görürdüm ki, o müəllimlər həqiqətən də dəhşət idi, dəhşət. Yəni, elə bir rəqabət vardı, Lalə müəllim, özünüz görürdünüz də, Fatma müəllim. Maraqlıydı. Doğrudan çox Dəhşət, maraqlıydı. şərt, elə çox aktiv qrup idi həmən o qruplar. Yəni inanılmaz dərəcədə çox aktiv idilər və həqiqətən də məni çox sevindirdilər. Çox qəşəng nəticələr əldə elədim o qrupdan. İnşallah sizdən də mən ən yüksək nəticə əldə edəcəm. Nəinki sertifikasiya, MİQ-də də, yəni MİQ qruplarında da mənim çalışdığım odur ki, müəllimlər yüksək nəticə əldə eləsin. Mənə aid kimin sualı var? Dərs aid. Bu testləri saxlayıram növbəti dərslərdə. Növbəti dərslərimiz onsuz da həftədə 3 dəfə keçiriləcək. Bu sizin üçün yəqin ki, bir mükəmməl bir şeydir. Həftədə 3 dəfə dərs keçirmək, canlı dərsə qoşulmaq. Həqiqətən, yəni hər il 2 dəfə idi mənim qruplarımda dərs. Bu il 3 dəfə eləmişəm ki, daim müəllimlər dərsdən kənara qaçmasınlar, dərsdən kənara çıxmasınlar, ancaq dərsə qoşulsunlar. Mən bunu istəyirəm ki, müəllimin başqa bir işi peşəsi olmasın, Lalə müəllim. Ancaq istəyirəm ki, elə dərsə qoşulsun, dərsdə qalsın, sual müzakirə eləsin. Vallahi deyirəm, bunları mən sizə yaradıram ki, siz daha yüksək nəticə əldə edərsiniz. İnşallah da daha yüksək nəticə əldə edərsiniz. Mənə aid kimin sualı var? Sağ olun. İnşallah sertifikasiya qruplarının sertifikasiya qruplarında, yəni daha doğrusu sertifikasiya qrupunda 1-ci, 3-cü, 6-cı günlər dərsimiz olacaq. MİQ qrupunda 2-ci, 4 ya bazar ya da 2-5 bazar. İndi onun müəllimlər razılaşarıq. MİQ qrupunda olan müəllimlər danışarıq, razılaşarıq. Ya 3 dəfə də olacaq orada, ya 2, 4 bazar, 3, 6 da MİQ qrupu, sertifikasiya qrupunda olacaq dərslər. 1, 3, 6. Müəllim, bugün biz birinci günə güvəndən işləyəcəyik. Birinci gün, yəni dərsdən yenidən mən izah edəcəm. Siz istəsəz işləyə bilərsiniz. Güvən də işləyəcəyik. Eyni prosesi MİQ-ə giriş kitabına işləyəcəyik. Yəni MİQ-ə girişdən də. Birinci güvəni işləyək. Necə? İndiki mövzu izah eləmədiniz. Elədim də, indi bəzi müəllimlərin dərsdə iştirak eləməyib. Birinci gün elə müəllimlər var ki, birinci gün qoşulacaqdı dərsə. Yenə də, onda da yenə izah eləyərəm. Problem yoxdur. Yəni, qrupa izahı da atacam, fərqi yoxdur. Yəni, bunları atacam. Yəni, MİQ qrupunda da yenə də deyirəm, sertifikasiya qrupunda da, yəni bu mövzunu yenidən izah eləyə bilərəm. İndi biz təzə güvəndən istəyək, onda. İndi müəllim, sentyabr ayında bizim vaxtımız çoxdur. Dərs hazırda geçmirik da. Yəni sentyabr birinci mövzunu güvəndən işləyin. Birinci mövzunu güvəndən. Bəli. Həmən mövzunu MİQ-ə girişdən də işləyəcək. Yəni ikisini paralel gedək Fatma müəllim. Çünki
parakəndəlik olmasın da, mövzunun testlərini tam işləyək qutaraq. Olarmı? Yəni vaxtı çox ayarlamışam. Mənə elə gəlir ki, bəhanə gətirməyəcəksiniz Miqa giriş kitabına. Yəni həmişə MHM-ə keçid eləyəndə müəllimlər qaçır biraz. Deyir ki, ay müəllim bu kitab çətindir, ay nədir? Yox, hamısını işləyəcəyik. Hamısını birə-bir işləyəcəyik. Birinci güvəni, MHM-in Miqa girişini, Pilus'da MIG qrupunda, MIG-in kitablarında, MHM-in daha doğrusu yeni nəşr kitablarında işləyəcəyik. Pilus'da müəllimlər, mən həftədə bir gün əlavə ayırmışam, 6-cı gün, məsələn, 3-cü, 1, 3, 6. 6-cı gündə, bax, bayaqlarım sınaq izah elədim, sınaqlar. Ekrana sınaq gətirəcəm, sınaq müzakirə edəcəyik, mövzu sınaqları, ya ümumi sınaqlar olacaq, aydındırmı? Yəni, həftədə o bir gün sınaq olacaqdır. Aydın oldu? Bəli. Mənə aid sualınız varmı? Siz indi dərs verdiniz? Testdir, yəni kim istəyir işləyə bilər də. Güvəndən, Güvən 2025-dən PDF atacam onsuz da qruplara. Kitab 2025-dən... almışıq var. Kitablar satılır onsuz da var. Hə. Yəni 2025-i mən dedim ki, son nəşrdə bilirsiniz də dəyişikliklər var. 2026-nı almağa ehtiyac olmayacaq. Onsuz da adca fərq eləyəcək. 2025-i işləməyincə yəni bəs eləyir. 2025-in, yox 2025-də o 2026-dır mən dediyim kitab. 25. 25 mən. Hə, keçən il çıxıb axı həmən ili kitabı. Həmən ili siz 2026-da buraxmadılar, 2025-də buraxmışdılar. Hə, 2025-dən işləsəz bəs eləyir. Güvənin 2025 A və B variantını işləyəcəksiniz. Orada B variantında çətinlik çəkə bilərsiniz, problem deyil. Yaza bilmədiyinizi saxlayın. Növbəti dərsimizdə də Miqa girişdən işləyəcəyik. Hələ ki, yəni bir bölməni işləyəcəyik. Bir bölməni qutarandan sonra bir bölmə. Belə ardıcıl bilirsiniz də 34 bölmədir. 33-34 bölmədir. 34 bölməni belə ardıcıl şəkildə işləyəcəyik. Aydındır müəllimlər. MIG qrupunda da, sertifikasiya qrupunda da. Baxın, mənim mövzu izahım MIG qrup üçündə, sertifikasiya qrup üçündə eynidir. Çünki mən ən son hər şeyi, yəni kitabda yeni nəsil suallara kimi MIG qrupunda da qarşınıza çıxa biləcək suallar tipində qaydanı izah edirəm, sertifikasiya qrupunda da. Yəni, onsa sertifikasiya imtahandakı son qənaətə gəldiyiniz sertifikasiya imtahanı bilirsiniz də MIG səviyyəsində idi, düzdürmü? 2025-ci ildə də MIG səviyyəsində idi, sertifikasiya imtahanı 2024-də də elə idi. Daha doğrusu 2025-də də 2026-da da elə idi. 2024-də də çətin suallar vardı, amma biraz yəni 2025-2026-cı illərdə özünüz gördünüz ki, hətta testlər çox çətinləşir. Təsəvvür edin 2029-da hələ nələr olacaq. Elə eləyəcəklər ki, riyaziyyat müəllimləri 50% yığmasınlar ki, dövlətə ziyan verməyək. Yox, biz ona çalışmırıq, biz çalışırıq ki, 50% yığmağa. Ona görə bütün proqramı, bütün kitabları, mən dediyim kitabları işləmək lazımdır. Tənbəl olmaq lazım deyil. Aydın oldu müəllimlər. Mənə aid sualınız varmı? Bir. Yoxdursa, sağ olun, gecəniz xeyrə qalsın. İnşallah növbəti dərsimizdə görüşənə qədər. Sağ olun, gecəniz Sağ xeyir. olun. Xeyirə qalsın.